Nədir cəzan? Nə cəza verəsən? Yəni elə cəzalar ver ki, sonra gələcəkdə peşman olmayasan. Nəşi, nə gələcək? Bizim gələcəyimiz var. Halı tutuşduk. İndi hara qədər getdi də. Onsuz bu həyata behbazar yoxdur. Bəlkə sən öldün, mən dul qaldım. Elə sən ölmədin. Bunların dərdi nədir? Bilməm, Allah'a and olsun. Sən də sevgi məhəbbətə inanmıysan. Yox, inanmıram. Sevgi məhəbbətə inanmıysan, birinci ələ nəyə getdin? Onda uşaq idim də 16 yaşım var idi. 16 yaşına götün hərə? Verdilər də, ha? Sana dünyanı, nə olmuşdu? Valla verdilər. Məcbur kim ərə verə bilər? Bu hangi dövrdə yaşıyor biz? Ay, o dövrdə 2000-ci illər idi da. 16 yaşa, mənim bəs 16 yaşında ərə gedən nə hisslər ki tutdun? Mənə deyə bilərsən bir dənə? Heç nə hiss eləmədim, Əli Kiram, heç nə. Boşanandan sonra amma hər şey dərk elədim. Sən hissiyyətin ölüb. Yo, qanmırdım. Boşanandan sonra amma hər şey dərk elədim, hiss elədim.